Sosial şəbəkələrdən birində başlanan mübahisə sonda bir nəfərin bıçaqlanması ilə başa çatdı. 2012-ci ilin dekabr ayında Cavidən Cəfərliyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini 16 yaşlı Müseyib Yarayev hadisədən düz 4 ay keçdikdən sonra Yasamal rayon polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb. İfadəsi zamanı o hadisəni özünü müdafiə etmək məqsədi ilə törətdiyini bildirib. Söhbətim mənim başqa adamla düşüb, Rəşad adında bir oğlanla prosto sporlaşmışıq elə belə. Facebookda zəng gəldi, Şirvin mənə qayıtdı, dedi ki, mən sənin necə lazımdır söhbət eləyərəm. Dedim, mənə bəs problem, haradasan? Dedi, Hüseyin Caviddə. Onlar gəliblər ora. Qalxdım, gördüm 8 nəfərdilər. 8 nəfərdilər mənə söyüldü orada, başa düşdüm. Söyləyirlər, söyüşü də abratkasını verdim. Qaytardım özlərini. Hamısı cumdular üstümə, cumdular güclə bala ilə belə kutkamı dartdılar zat. Bir təhər çıxdım əllərindən. Hadisədən yarım saat sonra Müseyib Yarayeva yenidən zəng gəlib və onunla yenidən görüşmək istəyiblər. Bıçaqla xəsarət yetirdiyi Cavidən Cəfərlinin də məhz həmin ikinci dəstə ilə gəldiyini və onunla heç vaxt tanışlığının olmadığını bildirib. Gəldilər, orada bir 18-19 nəfər. İndi bizdə söhbət edədiyimiz yerdə məhəllə cəmaatı var, yığışıblar hamısı. Hamısı cumdular üstümə, başa düşdüm, mən neynəməliyəm? Tək idim. Böyle hamısı cumanda üstümə gördüm yerdə bıçaq. Dava düşdü, hamı girdi bir-birinə, kiminsə əlindən bıçaq düşdü yerə. Mən də özümü qorumaq üçün çıxartdım, birini vurdum, hamısı qaçdılar. Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.